mənim kanalımın seyirciləri. Bundan önceki videom Brown hərəkəti və Brown hərəkətini izah edən Wiener formuluna aid çəkilmiş videomun arxasıdır. Mən tələbə vaxtından, orta məktəb vaxtından hətta müəllimlərimə deyirdim ki, yaxşı bu formulu mənə dedin, bu fiziki prosesi izah elədin, bunun real həyatda tətbiqi nədir? Məsələn, üç bucağı keçəndə vaxtı müəllimimdən soruşurdum. Deyirdi ki, bala, üç bucaq ən çox körpü konstruksiyalarında istifadə olunur. Qarşılıqlı üç bucaqlar ağırlıqdan daha möhkəm sıxılır bir-birinə və sınıb dağılma, aşınma effekti az olur. Mən də bu elm haqqında maraq yaratmaq üçün Brown hərəkəti, fraktallar, xaotik hərəkət, Wiener formulu, bu fikrimin bir Mustafası var. Birjaya gətirdim bayaq söhbəti. Birjada necə istifadə olunur bu? Söz məsəli, yalanca oxatıb yayı gizlədən adam deyiləm. Bir də o demək istəyirəm, haşiyə çıxıram ki, Hollywood filmləri, ümumiyyətlə filmlər çox pis təəssürat yaradıb ki, botaniklər açıqı taxır, kitab oxuyursa, bu cəmiyyətdən, tusovkadan geridə qalmışdı filan məsələ. Yəni, ələxsus da dərslərini oxuyan uşaqlara deyirəm. Siz oxuyun, dünya görüşünüzü genişləndirin, dərinliyə qapılın. Siz əlbəttə ki, futbolda da, şahmatda da, nə bilim, tusovkada da daha yüksək nəticələr göstərə bilərsiniz. Bu sadəcə filmlərdə şablon yaradılmış şeydir ki, botanikdir bu. Botanik yaxşı ovçu da ola bilər. Botanik deyilən bir şey yoxdur. Nəysə, kənara çıxmayın çox. Bu Wiener formulundan, Brown hərəkətinin izahı üzərində qurulmuş Wiener formulundan nə çıxır və birjada necə istifadə olunur? Real həyata tətbiq edirəm bunu qısa xülasə kimi. Yəni, indiyə kimi, mən bu dəqiqə burada dayanmışam, Wiener formulu haqqında danışıram, Brown hərəkəti haqqında danışıram. Bundan əvvəl mən xaçpərəst olmuşam, oğru olmuşam, yolunu azmış olmuşam, dəxli yoxdur. Fakt, indi özümdə güc tapıb ayağa qalxmışam və mənim gələcəyim bu formulirovkanın, Brown hərəkətinin izah edən formulirovkanın məğzi odur ki, mənim gələcəyim mənim indiki halımdan asılıdır. Mən bu dəqiqə stoyki, ağlım başımda dayanmışam burada. Və sən özündə güc, qüvvət tapıb ayağa qalxa bilib elmlə məşğul olursansa, sənin gələcəyin həmənki, bax bu anından asılıdır. Keçmişdə nə olmuşsansa, onun gələcəyi və o qədər dəxli yoxdur. Bu elmi şəkildə sübut olunub.